beynəlxalq yarışlarımız olacaq. Mayın əvvəlində Prezident Kuboku yarışımız olacaq. İnşallah ona da yaxşı hazırlaşırıq və yaxşı nəticələr göstərməyi planlayırıq. Bizə belə bir şərait yaradıblar, çox yaxşıdır. Uşaqlar istədiyi kimi məşq edə bilir, yaxşı hazırlaşırıq, gərgin məşq prosesi keçirilir. Gündə 2 dəfə məşq edirik. Bir səhər məşqi saat 9-da, bir günorta məşqi saat 4-də olur. Səhər suya çıxırıq, günorta isə zal məşqimiz olur. Biz Türkiyədə keçiriləcək Meric reqatasına hazırlaşırıq. Gərgin məşqlərimiz keçirir. Aprelin axırı, mayın əvvəli olacaq Prezident Kubokuna da güclü hazırlaşırıq. İnşallah Türkiyədə və Prezident Kubokunda yaxşı nəticələr əldə edəcək, bayrağımızı daha bir şəkildə qaldıracağıq.